الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا محمد وآله الطيبين الطاهرين سيما بقية الله في الأراضين ناموس الدهر حجة بن الحسن قال الله في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولقد كرمنا بني آدم صدق الله العلي العظيم. İbadat, itaətlərimizin, dualarımızın qəbul olunmağı mübarək cümə günüdür. Bu gündə bağışlanmağımızdan ötəri səlavatı deyilik. Allahümmə salli alə Muhammed və ali Muhammed. Artıq Ramazan ayının, mübarək ayın axırlarındayıq. Az qalıb günlərin qurtarmağına və çox əzəmətli günlərdir. Biz Qədir gecələrin o günləri yaşayırıq. Allah and verək, izzət və cəlalına Allah mütəal bizi bağışlamamış bu dünyadan aparmasın. Amin. Nə qədər maddi, mənəvi müşküllərimiz var, Allah müşküllərimizi həll eləsin. Amin. Allah xəstələrimizə şifaya acil inayət eləsin. Məxsus xahiş eləyiblər, dua eləyək. Allah bütün xəstələrimizə şifa versin inşallah. Allahın xitabı Adəm övladıdır. Allahın xitab elədiyi biz varlıqlarıq. Allah buyurur, mən sizə xitab edirəm. Mən sizə çağırıram, mən sizlə danışıram. Sizədir mənim xitabım. Ona görə ki, siz yaxşı, üstün yaradılmısınız. Ləqəd kərramna bəni Adəm. Adəm övladını Allah buyurur, mən hörmətli yaratdım. Onu kəramətli elədim. Sən axı hörmətli varlıqsan. Allah buyurur ki, mən sənə qiymət vermişəm. Sən niyə diqqət eləmirsən özünə? Sən diqqət elə. Gör, mən səni necə xəlq eləmişəm, necə yaratmışam. Səni nə biçimdə mən xəlq eləmişəm. Qurani Kərimdə buyurur, Allah ən üstün biçimdə xəlq elədi insanı. İnsanı ən gözəl surətdə xəlq elədi. Bu gözəllik ancaq zahiri gözəllikdən söhbət getmir. O daxili aləmdir, o mənəviyyat aləmidir. İnsanda olan o xüsusiyyətlərdir. Allah Mütəal buyurur ki, hörmətli xəlq eləmişəm. Bu ayədən bir məsələ budur, bizim ibrət götürəcəyimiz. Allah deyir, yəni mənim hörmətli yaratdığım bəndələrə qarşıda nədir? Sən hörmətli olmalısan. Onların hörmətini saxlamalısan. Sən ona dəyərli, qiymətli bir varlıq kimi baxmalısan. Çünki mən onu elə xəlq eləmişəm. O mənim dəyərlimdir. Heç sən razı olarsan, sənin dəyərlüvə kimsə artıq bir söz desin. Narahat eləyər səni. Narahat olarsan ki, mənim üçün dəyərli olana kimsə hörmətsizlik elədi. Allah Mütəal buyurur ki, mənim üçün çox dəyərlidir. Bir bunu deyir, bir də əsas məsələ Allah bizim hər tək-təkimizə xitab eləyir, deyir, qiymətini bil. Sən mənim üçün çox varlısan, mənim üçün çox qiymətli varlıqsan. Sən xəlq elədiyin varlıqların içində ən üstünüsən. Allah Mütəal buyurur, bu sizin nəslivizlə deyil, sizin irqivizlə deyil, milliyyətivizlə deyil. Müəyyən məsələlər var, Allah buyurur, siz onda daha çox qiymətli olursunuz. Ona diqqət eləsəz, daha qiymətlisiniz. Mən Azərbaycanlıyam, qutardı getdi, məndən başqa qiymətli bir varlıq yoxdur. Bu milliyyətpərəstlikdir. İnsan İslamda ümmətpərəstlik var.
vahid ümmət var. İslamda nədir? İnsanpərəstlik var. İslamda belə bir düşüncə yoxdur, milliyyətpərəstlik. Hə, insan bir millətdəndirsə daha çox millətin sevər, məhəbbəti olar. Amma bu ona gətirməməlidir ki, sən başqa millətləri də neyniyəsən? Alçaldasan. Bunun özünün tarixçəsi var. Əməvilər uydurdular müəyyən şeyləri, Abbasilər xüsusən bunun üstündə işlədilər. Milliyyətçilik düşüncəsini yaydılar, məqsədləri var idi. Araşdırsalar insanlar bilərlər hardan qaynaqlanıb milliyyətçilik düşüncəsi. Allah Müteal ayədə bizim üçün belə buyurur. Buyurur, ya əyyuhənnas, xələqnəkum min zəkərin və unsa. Sizi bir kişi, bir qadından xəlq eləmişəm. Öyle sizin atavuz da, anavuz da nədir? Birdir. Bir kişidən xəlq olunmusunuz, bir xanımdan xəlq olunmusunuz. Və cəalnəkum şuubən və qəbailə lita'arafu. İnnə əkrəməkum indallahi ətqakum. Allah buyurur, sizi mən irqlərə böldüm, nəsillərə böldüm. Ona görədir ki, siz bir-birinizi tanıyasınız, ayrı da eləyə biləsiniz. İndi Allah hamını bir biçimdə nədir? Sarı buraxsın, gözləri eyni, qaşları eyni, kim kimi tanıyacaq? Allah buyurur, müxtəlif formalarda sizi yaratdım. Bir-birinizdən fərqlənirsiniz. Görünüş baxımından fərqlənirsiniz, milliyyətlər var, müxtəliflik. Bu müxtəliflik Allah buyurur sizin bir-birinizi tanımaq üçündür. Amma Allah yanında qiymət bundan deyil, mən ağdəriliyəm, mən qaradərilidən nəyəm, üstünəm. Bu deyil qiymət. Qiymət nədir buyurur? İnnə əkrəməkum indallahi ətqakum. Allah yanında iman və təqva inandır. Sənin imanın üstündürsə, sən üstünsən. Əgər imanın üstün deyilsə, əgər səndə iman yoxdursa, Allah təqvası yoxdursa, onda sən üstün ola bilməzsən. Rasulullah buyurur, İnnəllaha la yanduru ila əcsamikum və la ila suverikum və lakin yanduru ila qulubikum və amalikum. Allah sizin bədənlərinizə baxmır, surətlərinizə baxmır. Filankəs uca boy oğlandır, 2 metr boyu var. Nə olsun? Enli kürəkdir, nə bilim nədir, olsun da. Allah buna baxmır. Filankəs cılız bir adamdır, arıq bir adamdır. Allah rəhmət eləsin, Ağa Behçət nə boyda kişi idi? Əllamə Qazi nə boyda olub? Nə boyda olub bunların cüssələri, bədənləri nə boyda olub? Allah Müteal deyir, buna baxmır, Peyğəmbər buyurur. Sizin qəlbinizə baxır və nəyə baxır? Və amalikum. Peyğəmbər ikisindən yanaşı götürdü. Həm də nəyin cavabını verir? İnsanlar var, bugün deyirsən, əməl elə, filan elə, kişi namazı qıl, orucu tut, filan şeylə. Deyir, ürəyin təmiz olsun. Baxın əzizlər, ürəyin təmiz olmalıdır. Yanında nə buyurur Peyğəmbər? Allah ürəyinizə baxır və əməlinizə baxır. Əməl yanında olmalıdır. Ürəyin düzdürsə, əməl yanında olmalıdır. Əgər əməl yanında olmadısa, ürək düz deyil. Əgər əməlin düzdürsə, ürəyin də düzəlməlidir. Bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Mümkün deyil sənin ürəyin düz olsun, əməlin düz olmasın. Sənin ürəyin təmiz olsun, sən neyniyəsən? Əməllərinə diqqət eləməyəsən. Həzrəti Peyğəmbər buyurur ki, bu şeylərə diqqət eləyin. Allah sizin əməllərinizə baxır. Allah sizin qəlbinizin içində olan niyyətlər nədir? Kullu a'malu bin niyyət deyir. Bütün əməlləri həll eləyən nədir? Niyyətdir. Bir dənə niyyətin olmasa, sən məsələmdə dəstəmaz alırsan, bir niyyətin olmalıdır ki, dəstəmaz alıram. Olmadısa batildir.
Sən gedəsən qusul verəsən, niyyət olmasa batildir. Sən namaza başlayırsan, niyyətin bilinməsə hansı namazı qılırsan, lazım deyil deyəsən, mən 2 rükət sübh namazı qılıram, bu dilə götürməyə ehtiyac yoxdur. Niyyətində bu olsun, yəni soruşsalar nə edirsən, bilinsin ki, nə iş görürsən. Niyyətsiz əməl mümkün deyil. Allah buna diqqət edir, niyyətlərimizə, içimizə və buyurur, Allah sizin əməllərinizə diqqət edir. Zahiri görünüşlərinizə yox. Bəzən görürsən, hansı cəhətdənsə qusurlu bir adam görəndə bir təhər baxır ona. Neynir? Özünü üstün görür. Amma Həzrəti Peyğəmbər necə eləyirdi? Həzrəti Peyğəmbər yazırlar ki, Ümmü Məktum, həmən o kişi ki, kör kişi idi. Ümmü Məktumu görəndə Peyğəmbər əbasını çıxardırdı, Ümmü Məktum görmür. Peyğəmbər əbasını çıxardardı, sərərdi yerə, o onun üstündə otursun. Peyğəmbərin əbasının üstündə otursun. Necə davranırdı Peyğəmbər? Xütbə-i Şəbaniyə, yəni Şəban ayının axırında Peyğəmbərin axırıncı cümədə elədiyi xütbədə Ramazan ayında danışanda Peyğəmbərin qeyd elədiyi məsələlərdən biri də nə idi? Fiziki cəhətdən qüsurlu olan və zəif olan, miskin olan və güc baxımından əldən düşən ağ bircəklər, ağ saqqallara da Peyğəmbər nə buyurdu? Belə buyurur Peyğəmbər: "Və təsəddəqu ələ fuqaraikum." Fəqirləriniz üçün neyin? Sədaqə verin. "Və məsakinukum." Miskinləriniz üçün sədaqə verin. "Və vaqqiru kibarakum varhamu siğarakum." Kiçiklərinizə hörmət eləyin. Rəhm eləyin, böyüklərinizə hörmət eləyin. Kiçiklərinizə rəhminiz olsun, böyüklərinizə nəyiniz olsun, hörmətiniz olsun. Onların hörmətini qoruyun. Və silu arhamakum. Rabitəni də, qohumluq rabitəsində bərpa eləyin. Ağ validin neçə cür olur? 2 cür ağ validin var. Bir ağ validin, ata, ana sağdır, onun hörmətini qorumur, ona xidmət eləmir, bu ağ valideyndir. Atanın xidmətində dayanmır. Ananın xidmətində dayanmır. Qur'an-ı Kərim buyurur ki, onlara hətta uf da deməyin, uf. Hətta əxlaqi baxımdan nəsə nöqsanı da olsa valideynin, deyir, sənin ixtiyarın yoxdur, ona deyəsən, bunu da deyə bilməzsən. Baxın, bu din bizi hara dəvət edir? Necə davranmalısan? İnsan olan varlıqla, Allah bəndəsi ilə necə davranmalısan? Yoxsa salasan qamçının altına? Bugün müşahidə edirik də dünyada. Mənim əqidəmdə deyil, salıb qabağına ki, sən ələvisən, sənin qanın halaldır, ağsaqqal kişini döyür. Üzr istəyirəm ifadəmə ki, məcbur eləyir ki, o heyvan kimi səs çıxartsın. Bu hansı əqidə? Bu İslami düşüncədir. Mənim sualıma cavab versinlər. İslami düşüncə, belə İslam varsa biz belə İslam tanımırıq. Belə bir İslam biz tanımamışıq. Biz belə bir İslamda deyilik. Belə İslam olar, belə düşüncə olar. Peyğəmbər müharibənin də qayda qanununu neyib, təyin eləyib. Peyğəmbər buyurur, diqqət edin. Bu gecələrin sahibi Həzrəti Əli çağırır, təyin elədiyi valini, deyir, bura gəl, çağırır onu dala, Bəsrədən çağırır. Deyir, səni işindən azad eləmişəm, məktub yazır, göndərir, bu gəlir, ya əmirəl-müminin, mən təzə getmişdim, neynəmişəm, məni işimdən azad elədin. Deyir, sən cinayətkarın üstünə qışqırmısan. Cinayətkarın üstünə qışqırmısan. Biz elə bilirik, filan kəs cinayətkardır, söyə bilərsən, təhqir eləyə bilərsən, haqqın tapdalaya bilərsən. Biz elə bilirik, belədir. Cinayətkardırsa qanı halaldır. Yox, belə bir şey yoxdur. Bu Allah bəndəsidir. Cinayəti nədir? O cinayətin cəzası nədir? O da təyin olunub, onu tətbiq eləyə bilərsən.
Hətta cinayətkar olsa, bir halda ki, bu insanlar cinayətkar deyil. Bir halda ki, bu dinc əhalidir, ananın gözünün qabağında sən övladların gülləliyəsən, ana baxa-baxa. Bu vəhşilikdir. Bu insan özü də Ramazan ayında. Barbar bağırırlar, biz müsəlman. Biz İslam, bizdən başqa müsəlman yoxdur. Ramazan ayında eləmək olar belə şeyləri. Hansı İslamdır bu, hansı düşüncədir? Baxın, əzizlər, Peyğəmbər bizə bu düşüncələri təbliğ eləməyib. Peyğəmbər buyurur ki, diqqətli olun. Allah buyurur, mənim varlığımla diqqətlə davranın. Mənim varlığım çox qiymətlidir. Bu insan çox qiymətlidir. Bundan diqqətli olun. Diqqət eləməsəz, nəfsünüzün qulu olsaz, vəhşiyə çevriləcəksiniz. Bir vəhşiyə dönüşəcəksiniz. Tarix bunu, tarixi hadisələrə biz baxırıq, bizim üçün ibrət olaraq bunların hamısını neyniyib göstərib. Baxın, əzizlər, hörmət eləmək lazımdır. Valideyn qeyd elədim, ağ valideyn bircə bu deyil, o diridir mən ağ valideynəm. Bəzən nədir? Bu nöqtə yadımızdan çıxmasın. Valideyn dünyadan köçəndən sonra adam ağ valideyn olur. Bir dəfə qəbrin ziyarət eləmir. Bir dəfə haqqında dua oxumur. Bir dəfə onun üçün Allahdan bağışlanmaq diləmir. Bu da nədir? Bu da ağ valideyn olmaqdır. Bu məsələlərə Peyğəmbər diqqətimizi çəkir, mübarək Ramazan ayında diqqətimizi çəkir. Allahın süfrəsində diqqətimizi çəkir. İmam Sadiq əleyhissalam bir nöqtəyə də diqqətimizi çəkir. O da nədir? İnsan fəxirdən azad olmalıdır. İnsanın çox yerlərdə fəxr eləməyi var. Ondan bizi çəkindirirlər. Buyururlar, nəfsünüzü tərbiyə eləyin. İmam Sadiq əleyhissalam bu hədisdə öz tələbəsi ilə danışır. Ona deyir, məndən neçə şey öyrəndin? O tələbəsi deyir ki, ağa, səndən 8 şey öyrənmişəm. Onlardan sayır, İmam Sadiq əleyhissalam o 8 şeyi sayandan sonra ona deyir, bu saydıqların ki var, məndən öyrənmişsən, bu Tövratın, İncilin, Zəburun, Quranın əsas məhsullarıdır. Bu səmavi kitabların əsas məhsullarıdır, Həzrət İmam Sadiq əleyhissalam buyurur. Buyurur, Yəbnə Rəsulillah, Rəaytu qavmən yəfxərunə bil-həsəb və axərin bil-mali vəl-vələd. Deyir, mən baxdım insanlar, ey Peyğəmbər övladı, baxdım insanlar nə ilə fəxr eləyirlər? Əsəb nəsəbləri ilə. Qohumları ilə, nəsilləri ilə neynirlər, fəxr eləyirlər. Bəzilərin gördüm buyurur ki, onlar nə ilə fəxr eləyirlər? Övladları ilə. Mənim çoxlu övladım var, başqasının uşağı yoxdur, onun qabağında başlayır neynəməyə, özün göstərməyə. Allah bizim bütün şəhidlərimizi rəhmət eləsin. Bir şəhidin həyatında qeyd eləyirlər ki, yol gedəndə xanımı ilə çıxıb məsələn küçəyə, deyirdi, sən arxada gəl, yanımda gəlmə. Uşağın yanında əlin tutmurdu. Deyirdilər, niyə belə eləyirsən? Deyirdi ki, bu küçədə yaşayan şəhid ailələri var, onlar bizi belə görməsinlər. Baxın, bu cür yaşayanlardır, o məqama ucalırlar. Onlar hər şeyə diqqət eləyirlər. Səhərdən axşama kimi çək, qoy Facebooka filan yerdə mən filan süfrədə idim. Kababından çəkdi, filan. Bütün hər gün özdə belə xəstəliyə dönüb, insanlar bir yerdə oturmuşduq, yemək gətirdilər. İndi yemək demişi restorandır da, yemək gətirirlər. Yeməyi gətirdi, çatdı, belə elədi, afisant, çəkirsiniz? Artıq öyrəşiblər, yəni bunlar hamısı nə edirlər? Yeməyi çəkirlər. Nə zəhər yerdin, harada zəhərləndin, nəyə çəkib bunu qoyursan, o bitkə tapa bilməyən, o bitkə ağzına ət dəyə bilməyən insan, sən ona nəyi göstərirsən? Nəyi göstərirsən? Niyə çəkib göstərirsən?
Allah Müteal bizi bu ayda bu şeylərə görə tərbiyə eləyir. Allah buyurur, nəfsünüzü tərbiyə eləyin, diqqət eləyin, başa düşün onların aclığın. Onlara diqqətiniz olsun, o əlillərə, o kasıblara, o yoxsullara sizin diqqətiniz olsun, bir diqqət eləyin bunlara. Deyir ki, Yəbnə Rasulullah, gördüm ki, çoxu fəxr eləyir, nə ilə? Fəxr eləyir malı ilə, fəxr eləyir övladı ilə. Yəbnə Rasulullah, fəiz zalikə la fəxr. Çox düşündüm, gördüm ki, bunlar fəxr ediləsi şeylər deyil. Mənim övladım çoxdur, mənim qohum əqrabam çoxdur. Səədul xeyr bir nəfər idi, gəldi, dedi, imama mən Əməvi nəslindənəm, Əməvilərdənəm. O həmən Bəni Üməyyədənəm. Həzrət dedi, sən niyə narahat olursan? Bəni Üməyyəni axı Quranda Allah lənət deyib. Dedi, mən o nəsildənəm, bu cür bir təhər danışdı da imamla. İmam buyurdu, dedi, xeyr, sən bizim yanımızdasan, sən Səədul xeyrsən. Sən xeyirli adamsan, sən çünki haqqın tərəfindəsən. Nə olsun sənin nəslin xarab olub? Nəsil xarab ola bilər, sən onun içindən pak çıxasan. Allah buyurur, nədir? Küldən nur çıxardaram. Bəzən də onlar nədir? Nəsil pak olsun, amma sən nə olasan? Onun içindən sağlam çıxmayasan. Buyurur, çox fikirləşdim, gördüm ki, yalnız və yalnız fəxr olunası bir şey var. O da bu ayə mənə buyurdu. İnnə əkrəməkum indəllah ətqakum. Gördüm, yalnız və yalnız fəxr olunası bircə budur. Buyurur, fəctəhəb ən əkunə kərima. Və bu ayədən sonra mən çalışdım nə olum? Elə o kərimlərdən olum. Allahın dediyi həmən kərim bəndələrdən olum. Onlar kimdir? Onlar təqva əhlidir. Onlar təqvalılardır. Qurani Kərim 4 yerdə fəxr barəsində, fəxr eləyənləri danışır. Quranda 4 yerdədir fəxr barəsində söhbət açır. Onun yanında Allah xəyal sözünü götürür. Yəni, fəxr eləyən boş-boş xəyallar edir. Allah onu bizə çatdırır. Buyurur Qurani Kərimdə, İnnəlləhə la yuhibbu kullə muxtalin fəxura. Allah bütün boş fikri eləyib, boş xəyalla fəxr eləyənləri Allah sevmir. Neyniyir? Boş-boş şeylər üçün deyir ki, fəxr eləyir, xəyalpərəstdir. Bir dəfə də təxafur götürür Qurani Kərimdə, 5 yerdədir. Allah Müteal hamısının yanında nə götürür? Deyir ki, xəyalla bunu eləyirsən, boş-boş xəyallarla eləyirsən, Allahın bundan xoşu gəlmir. Və rivayətdə Məsum əleyhissalam nəyə bənzədiblər? Fəxr eləyən adamı ağılsız adama bənzədiblər. Üz-üzünə deyir, hədis buyurur ki, La humqə ərdən minəl fəxr. Üzr istəyirəm, rivayət bunu buyurur. Rivayət bunu deyir. Deyir ki, fəxr eləməkdən üstün axmaqlıq yoxdur. Bir adam dursun, boş-boş şeylərə görə fəxr eləsin. Bundan üstün deyir, düşüncəsizlik yoxdur. Bundan üstün, yəni ağıl sahibi əlində olan şeyə görə fəxr eləməz. Neyniyər? Şükr eləyər. Fəxr yox, bunu sənə verməyiblər fəxr eləyəsən. Şükr eləməlisən, təşəkkür eləməlisən, başqalarının yanında bunu göstərməməlisən, fəxr eləməməlisən. Buyurur, əhləkən nas, Həzrəti Əli buyurur, əhləkən nas isnan, insanların həlakəti 2 şeydədir. İnsanların ən çox həlak olduğu 2 şey var. Nədir? Xavful fəqrdir və tələbul fəqr. İnsan fəqirlikdən qorxur, lazım deyil ondan qorxusun. Fəqirlik qorxusudur, bir də nədir? Fəxirdir. Buyurur, bu 2 şey neynir? İnsanı həlak eləyir. Salavat hədiyyə eləyək. Allahümmə səlli ələ Muhamməd və ali Muhamməd.
Quran-ı Kərimdən bir neçə dənə ayə var. Mən bir neçə nöqtəyə diqqətinizi çəkim. Ayənin biri Bəqərə surəsi 200-cü ayədir. Fəxrlə bağlı, yersiz fəxarətlə bağlı danışır. Buyurur ki, Fəzkurullaha kəzikri abaukum və əşəddə zikrən. Siz atalarınızı fəxrlə yadınıza saldığınız kimi, nəslinizi yadınıza saldığınız kimi neyinin Allahı yad edin. Bu haçan idi? Hansı vaxtda idi? Bu ayə harda nazil olmuşdu? İnsanlar yığışırdılar. Hələ cahiliyyət dövründə də həcc təvaflar var idi. Mən dəfələrlə demişəm, Məkkə müşriki belə deyildi, yaradana inanmır. O bütü vasitə bilirdi. Müəyyən inancı var idi. Əvvəlki dindən olan müəyyən inancları, adət-ənənələri həyata keçirdirdilər. Gedirdilər, Mina dağında otururdular, başlayırdılar fəxrlə neynəməyə, özlərini tərifləməyə. Bugün də elədir ya. Heç elə bilirsən Antalyaya gəlib, həccə gəlməyib. Elə filan mənim, nə bilim, milyonum belə, filan şeyim belə, nə bilim, nə, yuxarıdan aşağı baxır insanlara, o ehramın içinə girdin, bir nəfərlə acı, yüksək tondan danışa bilməzsən. Danışdın, məsələ nədir? Kəffara gəldi sənin boynuna. Allah görürsünüz nəyə? Yəni sən məhşərdə özünü görməlisən. Həcc kiçik məhşər deməkdir. Həcc onu bizə başa salır. Həcc onu bizə başa salır ki, kiçik qiyaməti bu dünyada yaşayın. Yəni Allahın qabağındasınız, Allahın məhzərindəsiniz. Onu bizə başa salır həcc. Biz bunlar otururdular, bu cür başlayırdılar danışmağa, ata-babaların, nəsillərin, nə bilim, neçə babasını sayırdı, mən filan nəsildənəm, filandır. Allah Müteala buyurur ki, siz bunları yad elədiyiniz kimi Allahı yad eləyin, Allahı yadınıza salın. Bu cahillik əməlidir, cahillik düşüncəsidir. Kəf surəsində də Allah Müteala 32-ci ayədən 44-cü ayəyə kimi Allah neçə dənə ayədə bir neçə məsələni bizim üçün neyniyir? Fəxr eləyənlərin sifətlərini sayır və onun müqabilində ona cavab verən müminin sözlərini deyir. Və Allah Müteala bir məsələyə də diqqətimizi çəkir. Deyir, yəni malla, dövlətlə fəxr eləyənlər var, ha? Mal dövlətlə öyünür, fəxr eləyir. Və bizə həmişə təlqin nə olunub? Cəmiyyətdə çox rastlaşırıq, ha? Belə bir şey yoxdur. Bizə elə təlqin eləyirlər ki, sanki bütün kasıblar elə dindarlardır. Fikir vermişsiniz? Elə bir ki, dindarlar hamısı fəqirdir. Dindar oldun, sən olursan fəqir. Elə nədir? Dinsiz olanlar filan hamısı elə şey yoxdur. Elə məsələ yoxdur. Nə qədər möminlər var, milyonları var. Mömindir. Allah yolunda xərcləyir. Allah dediyi kimi qazanır. Allahın ən üstün bəndəsi kimlərdir? Peyğəmbərlər, elədir? Həzrəti Süleyman. Həzrəti Süleyman nə boyda səltənəti var. Həzrəti Süleymana nələr tabe deyil. Həzrəti Süleymanın nə qüdrəti yoxdur. İndi eyni zamanda da bax Həzrəti Əyyuba. Bitkə yeməyə çörək tapa bilmir. Bitkə çörəyin ehtiyacındadır. Allah Müteala buyurur, beləsi də var, beləsi də var. Hər ikisi mənim bəndəmdir, hər ikisi mənim xalis bəndəmdir. Biri sərvətin ən üstün məqamındadır, biri isə nədir? Bitkə çörək ancaq tapır yeməyə. Amma hər ikisi Allahı tanıyır. Hər ikisi Allahı yaddan çıxartmır. Baxın, əzizlər, bu ayələrdə deyirlər, iki nəfər var idi. Ya qardaş idilər, ya dost idilər. Quran Kəf surəsində onların hadisəsini bizə neynir? Danışır. Deyir, onlar iki dənə dost edirlər. Birinin qəşəng bağı var idi, iki dənə bağı. Qəşəng üzüm bağıdır, xurma ağacları var, çox məhsuldar bağdır, içindən çayı axır, hər cür şəraiti var. Həmən şəxs gəldi, vurdu, dedi ki, ənə əksəru minkə malən və əzzu nəfəran.
Dostuna dedi ki, mənim mal, dövlətim, imkanım səndən çoxdur, bu qədər də nəyim var? Xidmətçilərim var, övladlarım var. Bu birisi kasıbdır, pulu yoxdur. Ətrafında adamı da yoxdur. Hə? Filan kəsin ətrafında adamlar fəxr eləyir. Mənim bilirsiniz ətrafında nə qədər kütlə adamlar var. Bilirsiniz nə qədər adamla oturub dururam. Ətrafında bilirsiniz kimlər var. Allah-u Teala buyurur, hamısı puşdur. Hamısı puşdur. Bütün dünya səni tanıdı, tanısın, nə dəyişdi? Hə? Dünyanın ən xəbis adamın illərlə tanıyırlar, dünya tanıyır, tarixlərdə adı keçir, Firon var, Nəmrud var, hamı tanıyır. Nə xeyri var? Əsas odur, səni necə tanıyırlar? Sən necə insansan, necə bəndəsən, əsas odur. Əlində olan nədir, əsas odur. Bu cür dedi ona, dedi ki, mən səndən imkanlıyam. Başladı nə? Həmən boş-boşuna o məzəmmət olunmuş fəxr, qurur. Dedi, mən səndən fəxr elədi. Dedi, imkanlıyam, ətrafımda adam çoxdur. Ma ədunnu ən təbiidə hədihil əbədə. İkinci nə dedi? İkinci dedi ki, bu imkanat mənim əlimdən heç vaxtı nədir? Çıxmaz. Mən düşünmürəm mənim haçansa nədir? Mən düşünmürəm elə mənə kimsə bu kreslodan nədir? Uzaqlaşdırsın. Elə olur ki, elə olur. Yapışıbsan, oturursan orada. Əlinlə, ayağınla. Hə? Əzrail gəlib səni o deyir mindirəcəklər o taxta vertolyota. Ondan sonra oxuyacaqlar. Onda ayılarsan. Ər-Rəhman əlləməl Qur'an. Onda başa düşərsən ki, hardasan. Onda başın dəyəcək, ləhədin daşına başın dəyəndə ayılarsan ki, bəli, məni ayırırlar. Sonda nədir? Sonda məni Əzrail ayıracaq. Belə deyil. Belə deyil, imkan əlindən çıxmayacaq, elə sərvətli olacaqsan, elə hamıya başdan aşağı baxacaqsan, yuxarıdan baxarsan. Dedi ki, 3 şey deyir o. Deyir ki, 1, mən səndən imkanlıyam, sərvətliyəm, fəxr eləyir. İkinci buyurur, heç vaxt əlimdən çıxmaz. Ma əzunnu saətən qaimətən və in rudittə ilə Rabbi ilə əcidənnə xeyrən minha munqəliba. Dedi ki, mən heç vaxtı bu əlimdən çıxmayacaq. Qiyamət günü də mən düşünürəm qiyamətdə yoxdur. Hardan başladı? Fəxirdən başladı. Mənim imkanım, mənim malım, ona güvəndi. Ondan sonra dedi, heç vaxt əlimdən çıxmaz, bu əbədidir. Sonra da qayıtdı, dedi, qiyamət də yoxdur. Əgər qiyamət olmuş olsa da, bu da nədir? Bu da məzxərədir. Əgər qiyamət olmuş olsa da, elə ən yaxşı adamlar bizik. Mən özüm eşitmişəm. 60-70 yaşında bir kişi idi, dedi, Sirat körpüsü elə pullu adam elə pulun verib oradan da keçər. Verərsən. Verərsən. Görüm hardan kimə nə verirsən, görüm elə nə ilə verəcəksən. Nə ilə verəcəksən. Nə aparacaqsan ora verəsən. Keçmir, orada o kağız, küğuz bunlar keçmir. Deyir, bunu dedi. Bunu deyəndən sonra fəqir indi ona cavab verir. Həmən o mömin. Allah buyurur, o daha qiymətlidir. Allah demir, imkanlılar qiymətsizdir. Yox. Burada diqqət eləmək lazımdır. Kimsə mənim sözümü filan bilirəm də, var da elə adamlar. Belə deyil. Allah tanıyan imkanlı da nədir? Allah yanında çox hörmətlidir.
Əsas nədir? Allahı tanıyasan, Allaha təqvan olsun, imanın olsun, Allahdan çəkinəsən, insani dəyərlərin olsun. Onda nəsən? Sən qiymətlisən. Deyir, indi bu fəqir ona qayıtdı, dedi ki, İn tarani ənə əqəl minkə malən və vələdən. Sən məni belə görürsən ki, mən səndən mal cəhətindən, pul cəhətindən zəifəm, bunu görürsən. Hərçənd ki, mən beləyəm, mənim nə malım yoxdur, nə o qədər övladım yoxdur, nə ətrafım yoxdur. Amma sən belə danışmamalıydın, deyir. Sən necə danışmalıydın? Buyurur, sən deməliydin ki, وَلَوْ اِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللّٰهِ لَا قُوَّةَ إِلَّا بِاللّٰهِ. Deyir, sən öz bağıva girəndə deməliydin ki, maşallah. La havlə və la quvvətə illə billah. Allahın güc qüdrətindən başqa güc qüdrət yoxdur. Allah hər şeyə qadirdir. Həmd olsun Allaha, şükr eləməliydin. Fəasa Rabbi ən yutiyəni xeyrən min cənnətik. Əgər Allah mənə bunu vermirsə, demək sənin cənnətindən daha üstün bir şeyi mənim üçün Allah nəzərdə tutub. 5 dənə villam var, mənim yoxumdur. O daşla, o qaya ilə, o daş parçası ilə deyil. Allah mənim üçün daha yaxşısını nəzərdə tutur. Daha yaxşısını buyurur, sənə nəsib eləyəcəm. Hunalikəl vilayətu lilləh. Haqqun huvə xeyrun təvvabən və xeyrun uqba. Allah növbəti ayələrdə danışır onun halatını, deyir, o fəxr eləyən ki var idi. Bir dəfə də gəldi, girdi bağa, gördü ki, hamısı nədir? Külə dönüb, çay quruyub, heç nə yoxdur, əlin vurdu əlinə, dedi, belə şey olar, bu cür bağ, çay qurudu, bu vəziyyət belə oldu. Allah Müteal da ayədə belə buyurur, Hunalikə vilayətu lilləh. Burada başa düşürsən ki, vilayət Allaha məxsusdur. Allahın hər şeyin üzərində vilayəti var. Allah hər şeyə qadirdir. İmam Sadiq əleyhissalam buyurur, ona görə gördün, yoxsulu gördün, miskini gördün, fiziki cəhətdən qüsurlu adamı gördün. Denən ilahi, həmd olsun sənə. Mən bunu məzxərə eləmirəm. Mən buna yuxarıdan aşağı baxmıram. Sənə şükür eləyirəm ilahi, məni sağlam yaratmısan. Sənə şükür eləyirəm, mənə vermisən malı. Deyir, bu cür danış, İmam Sadiq əleyhissalam buyurur. Həmən Peyğəmbərin yanında imkanlı oturmuşdur. Peyğəmbərin sahabəsi gəldi, daxil oldu. Peyğəmbər Əkrəm oturub gördü ki, bu sahabə gələn kimi bu neynədi? Paltarın, əbasını çəkdi belə, kör həmən sahabə. Əbasını çəkdi ki, buna toxunmasın. Yox, mən filan kəslərlə bir süfrədə, yox, biz gedək yuxarı başda oturaq. Peyğəmbəri girirdilər insanlar, görürdülər dairəvi oturur. Peyğəmbər deyirdi, oturun. İçəri girən bilmirdi, burada baş tərəf haradır. Peyğəmbər elə otururdu. Peyğəmbər Əkrəm orada bunu gördü, Quran ayəsi də nazil olub da, Əbəsə və bəsara. Çoxu bunu səhv Peyğəmbərə nisbət verir. Allah deyir ki, üzünü turşutdu, döndərdi üzünü. Həmən şəxsi deyir, o neynədi? O kasıba görə üzünü turşutdu, üzünü döndərdi. Peyğəmbər Əkrəm buyurdu ki, sən neynirsən? Peyğəmbər məzəmmət elədi onu. Baxın, əzizlər, fəxr eləmək insanı neynir? Buyurur, diqqətli olun, fəxr yalnız və yalnız bir şey də eləyə bilərsiniz. O sizin təqvavuzdur, o sizin imanınızdır. Allah deyir, fəxr ediləsi şey varsa budur. Hərçənd təqva əhli heç ona da nədir? Fəxr eləməz. Təqva əhli heç özünün imanlı olduğuna görə də nədir? İmanlı oldusa heç fəxr olmaz ki. Tarixdə olub bizim alimlərimiz, deyirlər, Allah rəhmət eləsin, Şeyx Ənsari. Şeyx Ənsarinin yanına gəldilər. Şeyx Ənsari Şia aləmində nə boyda alimdir.
çox imanlı, çox savadlı. Yanına gəlirlər, deyirlər, ağa gəl müştehid ol, filan ol. Şeyx Ənsariyə deyirlər. Şeyx Ənsari deyir ki, yox. Səyyidul Uləma adı ilə məşhur olan bir alim olub. Deyir, Şeyx Ənsari dedi ki, gedin onu tapın. Odur alim. Mənim yanıma niyə gəlmişsiniz? Və yaxud da ki, getdilər, onu axtardılar, həmən adamı tapdılar. O adama dedilər ki, Şeyx Ənsari Nəcəfdən bizi göndərib sənin yanına. Biz ona deyirik ki, sən mərcə olmalısan, oturmalısan, onu dəvət edirik, o sənin yanına göndərib. Deyir ki, o bizdən daha savadlıdır. Deyir, hə, mən elmi bəhsdə ondan güclüyəm, amma o məndən daha savadlıdır. O bunun üstünə göndərir, bu onun üstünə göndərir. İndi necədir? 2 dənə kitab vərəqləyib, deyir, məndən yoxdur. Bəzisi savadsızın yekəsidir, üzr istəyirəm. Adlarını çəkmək istəmirəm. Cəmaatın savadsızlığından istifadə edir, sosial şəbəkələrdə da ayə qalmayıb, hədis qalmayıb, ağzına nə gəlir danışır. Bunları da cəmaata ilahiyyatçı kimi sırıyırlar. Məqsəd yönlü. Bunları insanlara bu cür təqdim edirlər. Yəni belədir, bir çox insanlar da öz zövqü ilə yaşamaq istəyir, bəhanə axtarmaq istəyir ki, bir nəfər desin ki, qardaş, nə namaz? Hə? Namaz yox, namaz qılmasan da olar, nə bilim, hara istəsən gedə bilərsən, filan eləyə bilərsən. Baxın, belə düşüncədə insanlardır. Allaha and verək izzət və cəlalına, Allah mütəal bizi boş-boş fəxr eləyən insanlardan qərar verməsin. İlahi pərverdigarı aləm, sənə and veririk izzət və cəlalıva ya Rəbb. Mübarək aydır, bərəkətli aydır, xeyirli aydır. İlahi, bu ayın hörmətinə günahlarımızı bağışla. İlahi, sənə and veririk izzət və cəlalıva bizi bağışlamamış bu dünyadan aparma. Ya Rəbb, nə qədər günahlarımız var, günahlarımızı bağışla. İlahi, o dualar ki, xeyrimizədir, yadımıza düşmür, haqqımızda imza elə. İlahi pərverdigarı aləm, millətimizin, xalqımızın nə qədər düşmənləri var, daxilində, xaricində məhv elə. İlahi, mənəvi düşmənlərimizi məhv elə. İlahi, müsəlmanları dünyada qalib, düşmənlərin məğlub elə. İlahi, pərverdigarı aləm, İmam Zaman ağanın zuhurun təcil elə. İlahi, xəstələrimizə tezliklə şifa ver. İlahi, pərverdigarı aləm, səni and veririk izzət və cəlalıva ya Rəbb. Xeyrimizə olan duaları haqqımızda imza elə. Bütün dualarımızın qəbul olunmağından ötəri Peyğəmbər və ailəsinə ucalı səlavat edir.